Sabah xeyirli olsun, dəyərli izləyicilərimiz, treyderlər, həmkarlar, iqtisadçılar. Gəlin bugün yenidən biz qızıldan danışaq. Dünən verdiyimiz axşamüstü verdiyimiz alış əməliyyatlarımız hələ də açıqdır. Təbii ki, gəlirlər olub, amma yəni biz bunu bağlamamışıq. Yəni istəyirsinizsə onlardan birini sadəcə olaraq elə indi take profitlə bugün ümumiyyətlə heç bir əməliyyatı biz bağlamamışıq. İstəyir ki, elə siz də canlı olaraq biz burada take profit qoyaq, burada bağlasın və istoriya düşsün. Dünən biz nələr etdik? Dünən hansı əməliyyatları biz icra etdik? Yəni o haqda danışaq. Dünən biz bugün gördüyünüz kimi heç bir əməliyyat yoxdur. Əgər bunlar qızıl azca qalxsa, gümüş azca qalxsa, təbii ki, gəlirlə bağlayacaq. Gəlin dünənə baxaq. Dünən nələr etmişik? Yəni custom period, uşaqlar, demək bugün gümüş bağladı. Gümüş dünən açmışdıq. Bugün birini bağladı. 382 dollar. Elə burada canlı olaraq oldu. Əməliyyat uğurla nəticələndi. Gəlin biz təbii ki, siqnal kanalında bugün 26 siqnal kanalında uşaqlar bugün 26 siqnal paylaşmışıq. 26 siqnal kanalında. 26 siqnal. Yəni siz də istəyirsinizsə qoşulun. Yəni Euro dollar var, funt dollar var, gümüş, qızıl, neft, bitcoin, ethereum, nasdaq, S&P, Dow Jones, bunlar hamısı var. Gümüş gəlirdən bağlandı. İndi yenə biz alış əməliyyatlarını açmışıq. Və növbəti alışlarımız da var. Take profitlər daha yüksəkdədir bizdə. O haqda danışalım. Gəlin keçək biz yenidən qızıla. Qızıl bugün nə edəcək? Gəlin dünən biz nələr etdik? Bugün ayın neçəsidir? 17-sidir. 16-sına baxaq. 16-sından bugünə baxaq. Dünən biz nələr etmişik? Yəni dünən, yəni bugün o 300-ə çıxsaq, yəni dünən 1000 dollarlıq bir gəlirlə nəticələndi. Əslində 1000-dən çox olardı. Bizim açıq əməliyyatlarımız vardı. Bunlar hər biri demək yüksək gəlirdə idi. Yəni necə yüksək gəlirdə idi? Dünən tək bu məsələn 280 dollar gəlir vardı burada. Tək bunda. Bu əməliyyatda da gəlir vardı. 200 dollar. Gümüşdə də bir neçə əməliyyatlarda gəlirlər var idi. Biz yəni onları bağlamadıq. Və bugünü gözlədik. Yəni bugün diqqətlə baxın. Demək dünən 1000 dollar, bugün də bugün olaraq yəni 379-dan bunu çıxsaq, hardasa 382. Yəni dünən burada 368, çox üzr istəyirəm, 368 qızılda birini də bağladı. 368 idi bu 14 dollar çıxınca. Dünən 1000 idi. Bugün səhər saatlarında 499 var. Bir neçə sentdir? Deməli 74 sent olsaydı 500 dollar olardı. Yəni biz bunu indi bu da gəlirlə bunu bağlasaq, bu da 500 dollar olacaq. Nəysə, gəlin alış əməliyyatları haqqında danışaq. 4335-dən alışlar gələcək. Alışlar hara qədər gedəcək uşaqlar? Yəni alışlar ilkin olaraq 4560-lar və 4457-lərə qədər. Alternativ sərhəddə satış əməliyyatlarımız hardan gələcək? Satış əməliyyatları 4300-dən gələcək. Yəni əslində qiymətin əks istiqamətdə 4305-lərə qədər, 4-lərə qədər gəlməsi təbiidir və 4300-dən sonra formalaşsa satış əməliyyatlarına girmək olar. Silver gümüşə gəldikdə isə alışlar 70.500-lərdir. Yəni təbii ki, yaxın hədəfi 7800-lərdir və ondan sonraki hədəfi isə daha yuxarılar 71-lərdir. 71-500-lərdir. Evron dollar rəqabətinə gəldikdə isə evron dollar rəqabəti alış və satış əməliyyatları haqqında məlumatı verim sizə, yazarsınız. Yəni evro dollarda alışlar 1.16 200-lərdən, satışlar isə 1.15-9-lərdən. Funtun dollar rəqabətində isə alışlara baxaq. Yəni alışlar əsas, yəni alışlar 1.34 400-dən gələcək. Satış 1.34-dən gələcək. Bitcoin-ə gələk. Bitcoin-də uşaqlar bu toru götürək buradan. Bitcoin-də nələr baş verəcək? Yəni Bitcoin-də alışlar 66-lardan təbii ki gələcək, satışlar isə 65-100-lərdən. Ethereum-a baxan varsa, yoxsa yoxdursa, alışlar 1809-lardan, satışlar isə 1766-lardan göstərir.
Və USD frankdır, USD Yapon yenidir. Türk lirəsinə baxaq uşaqlar. Türk lirəsi getdikcə gedir. Uşaqlar 46-300-lərə yaxınlaşır. Neftə baxaq. Neft dünən bu haqda danışmışdıq sizlə. Yəni dünən bütün bariyerləri qıraraq aşağı doğru istiqamətlə davam etdirdi. Yəni biz bu nöqtələri nəzər çatdırmışdıq və hətta 76-ları demişdi. Qiymət 78-62-lərdəndir hal-hazırda. Biz səhər saatlarında siqnal kanalında satış əməliyyatları haqqında məlumat vermişdik. Və hədəf 75-51-dir, sonraki hədəfi isə 70-35-dir. Təbii ki, 75-50-dən aşağı formalaşarsa, yəni bura düşər, formalaşmasa geri qayıda bilər. Belə dəyərli treyderlər, gəlin biz yenidən qaydaq qızıla və qızılda baxaq nələr baş verir. Əslində satış əməliyyatları üçün bir sell stop təyin etməmişəm, amma lazımdır. Əgər buy varsa ya stop loss, mən təbii ki stop lossdan istifadə etmirəm. Hansı halda istifadə edirəm? Yəni 3 qat olanda təbii ki 3 qat gəlirlə bağlayanda 1 qatı ziyanla bağlayıram ki, yəni bazardan ümumiyyətlə çıxım. Yəni burada 4300-ə yəni sell stop təyin eləmək olar. Yəni sadəcə olaraq bir şey var ki, qiymət formalaşsa daha yaxşı olardı. Biz satış əməliyyatları verərdik. Nə üçün? Çünki yəni bu nöqtəyə gələndən sonra bir kölgə buraxıb qayıda bilər. Ona görə biraz ikinci şansı biz gözləsək, satış əməliyyatları versə daha yaxşı olardı. Belə hamıza uğurlar. Biz siqnal kanalında bugün 26 siqnal paylaşmışıq. Yəni səhər saatlarında da bizdə 2 əməliyyatımız uğurla bağlandı canlı olaraq. Yəni pis məbləğ deyil. Yəni təqribən $500, yəni heç də az məbləğ deyil. Yəni bunu da bağlasaq, yəni 500-dən daha çox olacaq. Belə uşaqlar, hələlik inşallah görüşmə ümidi ilə. Bir də uşaqlar 21-i real aktiv hesabları olanlar, yəni tədbirdə 21-i bazar günü iştirak etmək istəyənlər, yəni kim qeydiyyatdan keçməyibsə yazsın, yəni şəxsi yazsın, ya Facebook'a ya WhatsApp'a yazsın. WhatsApp'a yazın, yəni biz sizi qeydə alaq 21 üçün. Saat 3-də olacaq.